Hər vaxtınız xeyir olsun əziz izləyicilərim. Bugünkü mövzumuz niyə insanı yox, ümidini buraxa bilmirik. İnsanlar ayrılıqdan sonra ən çox həmin insanı yox, ona bağlı qurduqları ümidləri buraxa bilmirlər. Ona görə bəzən insan gedir, ağrı qalır. Çünki ümid qalır. Və sən tək qaldıqdan sonra onunla qurduğun gələcək, planlar, ümidlər hamısı sanki puç olur. Və ən ağrılı olan yer də məhz burasıdır. Hər zaman özümdən misal gətirirəm. Mən də yaşamışam. Təcrübə eləmişəm. O insanla bağlı ümidlərim olub, xüsusi gələcək planlar falan. Amma daha ağrılı olan olub ki, insanın yox olması yox, getməsi yox. Onunla bağlı gələcək quyruğumdakı planlar puç olub sanki. O da məni daha çox incidib, ağrıdıb. Çünki insan ümidə bağlananda reallığı görmək çətinləşir. Sən insanla bağlı olan xəyalların bir gündə dağılanda daha çox nə hiss edirsən? Boşluq hiss edirsən. Çünki o elə bir iz buraxır qəlbdə. O an sanki heç nə hiss etmirsən. Uzun müddət suallarla qalırsan təkbətək. Və düşünürsən ki, bəlkə dəyişər hər şey, bəlkə fərqli olar. Ən ağır his gözləməkdən yorulduğunu qəbul etməkdir. Çünki sən nə qədər çox gözləntidə olursansa, insanla bağlı bir o qədər çox ağrı yaşayırsan. Və biz də məhz insana məxsusdur daha doğrusu gözlənti bir şəxsdən nəsə biz daim gözləyirik, bu mənə bunu eləməlidir, dostdur, bunu eləməlidir. Həmçinin münasibətlərdə belədir. Amma elə olmalı deyil. Çünki hər an o insan səni məyus edə bilər. Münasibətdə də belədir, dostluq münasibətində də belədir. Və nə qədər bir az biz gözləntidə olanda bir o qədər bizə rahat olur sonra insanı buraxmaq. Çünki biz insanı buraxsaq belə gözləntilər qalır. Sonra bizə əziyyət verir. Gecələr yata bilmirik, düşünürük. Mövzu emosional olduğuna görə düşünürəm hər kəs hardasa özünü görəcək bu videoda. Mən də yaşamışam, keçmişəm bu yolu deyənə. Mənə də ağırdı əslində. Baxmayaraq ki, indi təbəssümlə keçmişi xatırlayıram. Təbii ki, yaşadığım üçün hiss edirəm empatik olaraq necə bir his olduğunu.
Bəzən sağalma prosesi o zaman başlayır ki, insan qarşısında şəxsi deyil, ona bağlı ümidləri buraxır. Bu məğlubiyyət deyil. Çünki münasibətdə udan və uduzan tərəf deyilən bir şey də yoxdur. Hər iki tərəf uduzur. Bəzən bu oyuna bənzəyir. Kim udacaq, kim uduzacaq və öz dəyərimizi sübut etməyə çalışırıq. O da tamamilə yanlışdır. Sonlandırım düşünürəm videonu, çünki ağırdır belə mövzular haqqında danışmaq. Əgər yenidən özüvə qayıtmaq istəyirsənsə, yenidən özünü tam hiss etmək istəyirsənsə, sən ümidi buraxıb qəbul etməlisən. İlk öncə özünü olduğu kimi qəbul eləməlisən. Məhz bu vaxt buraxma prosesi başlayır. Təbii ki, bu uzun vaxt tələb edir. Məndə toplam olaraq 1 il getdi. Yəni, hər kəsdə fərqlidir. Amma nə qədər sən tez buraxırsansa, bir o qədər özünü daha canlı hiss edirsən. Çünki bu sənin həyatında da təbii ki problemə yaratmağa başlayır. Necə səhv edirsən, analiz etməklə. Bu qədər, bura qədər izlədinizsə çox sağ ol. Növbəti videolarda görüşmək ümidinlə və öz təcrübəmi yaza bilərsən kommentdə. Daha verəcəm. Özünə yaxşı bax. Görüşərik inşallah.